buyurur ki, فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ Ənkəbut suresinin 45-ci ayəsində Allah Teala buyurur ki, فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ Onlar gəmiyə mindikləri zaman Dəəvullaha muxlisinə ləhuddin Allah Teala buyurur ki, yəni indi bu ayədən biz belə başa düşürük ki, tufana düşürlər, gəmi çətin bir şəraitdə, çətin bir vəziyyətdə hamı Allah Teala'nı çağırır. Hamı Allahı ixlasla dua edir. Dəəvullaha muxlisinə ləhuddin Bir ixlasla Allahı çağırırlar, ixlasla Allaha dua edirlər. Allah Teala buyurur ki, fələmmə nəccahum Onlara biz nicat verdik. Onlar gəmi ilə gəlib çatdılar sahilə, quruya çatdılar, rahat bir yerə çatdılar. Fələmmə nəccahum iləl-bərri İzahum yüşrikun. Yəni də Allahı yaddan çıxartırlar. Yenə Allaha şərik qoşurlar, yenə Allahı unudurlar. İşləri çətinliyə düşdüyü zaman Allahı çağırırlar. Elə ki Allah Teala onların işlərini asanlaşdırır. Elə ki Allah Teala onlar üçün yol açır, yenidən Allahı unudurlar. Məsələn, dünənləri